razı olsun. Bilirsiniz ki bugün merhum Arif müəllimin anım mərasiminə cəm olmuşuq. Allah Teala'dan Arif müəllimə rəhmət diləyirik. Bilirsiniz ki, bir də tək Arif yox, ümumiyyətlə Azərbaycanın azadlığı uğrunda şəhid olan qardaşlarımızın, bacılarımızın ruhuna hörmət xatirinə Quran-ı Kərimdən bir surə oxuyardıq. Allah sizləri qardaşlıqda əski eləməsin. Allah Arif müəllimin ruhunu şad eləsin və cümlədən şəhidlərimizin ruhunu şad eləsin. Ona görə bir dua veririk. Yəni Allah elmində zərrəcik hikmətsiz ola bilməz ki, nəinki edilmiş dua hikmətsiz olar. Quran bizə dua etməyi tövsiyə edir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme ighfir li cemi'il müminine vel müminati vel muslimine vel muslimat. الأحياء والأموات سيما إلى روح المرحوم المخبر المبرور المعلوم Arif kardeşimizin ruhu şad, ervah-ı ruhil merhumeynel mahbureynel mebrureynel ma'lumin, cemi şehitlerimizin ruhları şad, bihakkil Muhammedin ve bil suretil mübareketil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Aziz ve hürmetli merasim iştirakçıları, hanımlar ve beyler, bugün biz bir yurttaşımızın, güzel dostumuzun hayatı ağırlı azlı müəyyən mənada həm də şirin xatirələr dolu olan güzel insan, her şeyden evvel yaxşı dost, yaxşı vətənpərvər bir şəxsiyyət, güzel müəllim, güzel hüquqşünas, bunların kökündən də çox güzel bir insanın xatirə günə toplanmışdır. Bu insan bizim dostumuz Arif Ağayev Qurbanlıoğlu'dur. Bugün Arif Bey'in hak dünyasından qovuşmasının, bizden ayrılıp əbədi bir dünyaya qovuşmasının 40. gündür. Onun mərasimi 40'ı Cuma günləri öz doğma kəndində, elində olmasında yaxınları, ailələri, dostları tərəfindən qeyd olunubdur, yüksək səviyyədə mərasimi keçirilibdir. Bugünkü bizim məclisimizin də formatı həmin məclisdən biraz fərqli olaraq bir formatda təqdim olunacaqdır. Belə ki, onun yaxın dostları, ailəsi Arif Bey'in xatirəsini yad eləmək üçün həm 40-cı gün olaraq bir xatirə gün kimi, həm də Arif Bey'in illər boyu, illər uzunu ürəyində daşıdığı və nəhayət ürəyindən kağız üzərinə köçərək bir kitab şəklində bizlərə ərmağan qoyub getdiyi bir kitabın təqdimatıdır. Arif Bey kimdir? Arif Bey mənim üçün bəlkə də şagird olaraq qalsa da, sonradan bir dosta, bir əqidədaşa, bir vətənpərvər övlada çevrilmiş bir şəxsiyyətdir. Arif Bey'in həyat yoluna, həyat hekayəsinə baxsaq, doğrudan da onun həyatı yüksək səviyyədə, vətəninə, elinə, basına bağlı olan bir şəxsiyyət kimi formalaşmış olduğunu biz onu görürük. Həm də o şəxsiyyət olaraq kimsənin yanında xəcaləti olmayan, vicdanı önündə həmişə üzar olan, adamlar yanında gözü körlü tox olan bir övladır. Bugün Arif Bey bizim yanımızdadır. Allah Teala Arif Bey ve onun simasında bütün vətənpərvər övladlarımıza, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə və yaralılarımıza şəfa versin. Qalan bütün vətənsevərlər, onun dostlarına Allah Teala uzun ömür,
ağrısız, adsız bir ömür, şərafətli, ləyaqətli bir ömür qismət eləsin. Arif bəy təqdim edədiyimiz bu kitab, yəqin ki, siz onu onun yanında vardı, görür. O, uzun illər, təqribən 30 ildən, 40 ildən çox mübarizə meydanında fəaliyyət göstərən, qəhrəmanlıq göstərən bir xatirələrdən təzəssürdür. Bugün Arif bəy aramızda olmasa da belə bir el deyimi var ki, insan o zaman unudulur ki, o unudulur, yada salınmaz. Arif bəy daim bizim yanımızda olacaq, onun xatirəsi əbədi olacaq. Həmişə xatirələrdə yaşayan insanlar heç zaman unudulmur. Böyük şairimiz Səməd Oğlunun gözəl bir misrası var. Deyir, ölüm sevinməsin, ömrünü ver bada. El qədrini canından daha artıq bilənlər şirin bir xatirə tək qalacaq dünyada. Severək yaşayanlar, sevilərək ölənlər. Arif bəy sevilərək şahını yazmış olmuşdur. Mən onun yaxınlarına, dostlarına, öz adından bugünkü tədbirin daha çox təşkilatçıları adından, daha çox Fərəz bəy adından, bir daha onun ailələrinə, yaxınlarına baş sağlığı verirəm və onun bu kitabı soyuqda donmuş tarix kitabını mən belə adlandırardım. Soyuqdan başlanan qələbə. Siz bilirsiniz ki, yağlar bizim torpağımıza hücum edəndə bütün elimiz, obamız kimi Ordubad qəhrəmanları, övladları ayağa qalxdı, ellikcə bütün torpağımızı müdafiə oldu. Və nəticəni birlikdə onlara qayıtmaq istəmirəm, ancaq bir onu bilirəm ki, bu 30 il ərzində bizim işğal olan torpaqlarımızdan fərqli olaraq, hətta öz tarixi torpağımız olsa da belə, Rusiya tərəfindən, Ruslar tərəfindən demək, ermənilərə verilmiş Ordubad ərazisindəki soyuq yüksəkliyi bizim öz torpağımız olaraq qalır və bizim övladlarımız oranı onu azad elədi və bu gündə bu mənada orada olmuş olan xatirələri mən donmuş bir tarix kimi hesab eləmirəm. Biz onun böyük qiyməti bugün öz qiymətini tapmasa da, ancaq soyuqdan başlanan qələbə artıq bizi böyük torpaqlarımıza qovuşturmaq əzmini yaratdı. Bu mənada bizim dövlətimiz, millətimiz, xalqımız, ordumuz, şəhidlərimiz, Allah rəhmət eləsin və bütün xalqımız var olsun deyir. Və bu mənada biz ümumiyyətlə yığıncağımızın bir formatı belədir ki, xüsusi bir sıralamamız yoxdur. Ancaq müəyyən mənada Arif bəyin yaxın dostları, cəbhədaşları, o səngərdə buluşan yaxın adamları öz bir sözlərini deyəcək. Ancaq kim müraciət edirəm, əgər ürəyindən hansı bir məqam, hansı bir his keçirsə, buyura bilər. Çünki Arif bəy həm bayaq qeyd edədiyimiz kimi birinci növbədə əsl Azərbaycan əskəri, səngərdə buluşan bir əskər, gözəl hüquqşünas, gözəl müəllim, gözəl insan və gözəl dost idi. Və bu mənada onun bütün sferada əyləşmiş olan dostlar varsa, buyura bilərlər. Buna görə də mən istəyirəm ki, Arif bəy onun keçdiyi yol haqqında, demək, ailəsinin üzvü qızı Dilfuza xanım öz atası haqqında öz ürək sözlərini, xatirələrini danışsan, sonra da yenidən mərasim davam edilmişdir. Əziz qonaqlar və dəyərli döyüş yoldaşlar, hər birinizi salamlayıram və bu anlamlı günü təşkil etdiyi üçün Fərəz bəyə xüsusi təşəkkürümü bildirirəm. Bugün burada dayanmaq mənim üçün asan deyil. Çünki mən bura vücudən gəlmişəm. Amma ruhən və qəlbən hələ də o xəstəxananın bir küncündə oturub qalmışım. Evə getmək istəmirəm.
Çünki mən atamı elə son dəfə orada görmüşəm. Son söhbətimiz elə orada oldu. Çünki ondan sonra o artıq tamam başqa bir insan idi. Gözlərindəki baxış atamın baxışı deyildi. Mən onda başa düşdüm ki, sən demə, mən elə atamı orada itirmişəm. Mən evə qayıdıb o anları yaşamağı, o soyuq torpağın altında yatanı, atam oldu, ona inanmaq istəmirəm. Bugün mənim üçün bir-birinə zidd olan iki duyğunun yasla görünür, ikisi də dayandığı bir gündür. Bugün həm atamın bizə miras qoyduğu soyuqda donmuş tarix kitabının təqdimatı, həm də bu əziz ruhun anı gündür. Və bugün mən buraya yalnız atamın səsi və vətənimin bir övladı olaraq gəlmişəm. Həyatı boyu göstərdiyi təqdimatlarına baxmayaraq, atamın ruhuna borclu olduğum sözlər var. Bu sözlər həm onun ruhuna, həm də onun qəlbini titrədən vətən sevgisinə həsr olunur. Atam, adını uzatma, yalnız əməlini uzatma bir insan. Atam müəllim idi, polis idi, vəkil idi və ən önəmlisi o bir insan idi. Hansı ki, hər qapıdan keçəndə arxasında yaxşılıq, dua və hörmət qoyub gedir. Əlində güc olanda zəifi əzməyən, zəif anında isə əsla əyilməyən bir insan. Ona barışdıran vəkil, haqsızlığa uğrayanların dayağı, yoxsulluq səsi deyirlər. Çünki o hər addımında əvvəla Allahın rızasını nəzərə alırdı. Ağrılarla mübarizə apararkən belə imanı zərrə qədər də titrəmirdi. Allahın ona verdiyi ruzunun bir qismini daim ehtiyacı olanlara ayırdı. Özü sadə yaşadı. Hamı başqalarının həyatını gözəlləşdirdi. Onun sadəliyi də, təvəzzökarlığı da tarixə öz möhrünü vururdu. Oğlu olmadı. Amma o 4 qızını Allahın ona verdiyi 4 inci kimi görür və əsl Azərbaycan qızı kimi imanlı, əxlaqlı, mərd yetişdirməyə çalışan bir ata. Oğlan nəvələrinin də özü kimi böyüyüb, qocaq, igid, elmi obasına dayaq olmasını arzulayırdı. Onların səsi, gülüşü, baxışı ilə qəlbinə işıq salacağı günü gözləyirdi. Amma qismət olmadı. Allahın yazdığı qismətdən qaçmaq olmur. Bunun əvəzində qismət, onun ruhunu böyüdəcək bir kitabı yazmaq oldu. Atam bu kitabda özündən çox yazmıyor. Amma özü bu kitabın içindədir. Çünki onun üçün igidlik sükut idi, əməl idi. Allah üçün, vətən üçün edilən xidmət idi. Soyuqda donmuş tarix. Yalnız bir kitab deyil. Bu yalnız bir hadisənin sənədləşməsi deyil. Donmuş zirvələrdə isinən qəlblərin, soyuğa meydan okunan yurt sevgisi və 25 fədainin əqidə yolunda addımladığı gerçək bir tarixdir. Bu kitabda bir qədər Koroğlu əsası dəksiz olunur. Niyə məhz Koroğlu? Çünki hər iki dastanın qəhrəmanları eyni misyan, eyni amal uğrunda mübarizə apardılar. Məncə onlar bu bənzətməyə layiqdirlər. Çünki hər iki dastanın qəhrəmanları cəsarətdə, hünərdə və qocaqlıqda heç də Koroğlunun qəlblərindən geri qalmıyor. Onlara güc verən, fərəz etməklə tutduqları inan, yurdun tariyə qarşılaşdıqları məsuliyyətdir. Bu kitab o mübarizənin bir abidəsidir və bu abidəni yaradan mənim atam idi.
bir daha Arif bəyin necə ata, necə vətənpərvər bir kişi olduğunun təcəssümüdür. Bəli, bugün Arif bəy yaşayır və onların, onun övladları, qızları bu onun ömrünə bəzək olsun, həyat yoluna həmişə işıq salsın, nur siləsin. Arif bəy öz yoldaşları da həmişə deyirdi ki, hər hansı bir işin dalınca gedəndə daha çox yoldaşlarının ağırlığını, ağrısını öz ürəyində daşımağa müvəffəq olan bir şəxsiyyət idi, dostluqdur. Bu mənada bugün təqdimatına yığışdığımız bu kitabda da Arif bəy öz döyüş yoldaşlarını, öz əqidədaşlarını daha çox öne çəkir, daha çox onları qiymətləndirir. Və bu mənada Arif bəyin sözün əsl mənasında böyük təvazökar olduğu da görsənir. Belə bir deyim var ki, həmişə mən onlara çox söhbət edirdim. Bir gün dedim ki, Arif müəllim, axı gözəl ədəbiyyat müəllimisən, məndən də həm də həmkardır. Bəlkə də yeni təhsil almaq, üçüncü təhsil almaq daha gözəl olar. Və bu mənim yadıma Mirzə Cəlil bir sözünü yadıma saldı. Rəhmətli Cəlil Məmməd Quzardan soruşurlar ki, sən gözəl yazlısan, bəs nə üçün təzdən getdin, quşuna sormaq istədin? Dedi ki, mən öz hərəkətlərimlə, öz yazılarımla vətənimə, xalqıma, millətimə əqli cəhətdən qeydə verirəm. Ancaq vəkil işləməklə millətimin, xalqımın o haqqını müdafiə etmək istəyir. Arif bəyin özünün müəyyən çıxışları vardı. Buna qulaq asaq, indi söhbətimizi davam edirik. Yoktan belə, sərvətdən belə ermənilərlə qavaqa bütün döyüşlərdə vuruşan, Allah-Teala sağ-salamat tutarıb bu günə gətirib yetişdirən Arif bəy sözləmək istəyirəm. Və təsadüfən o da salması yollar tutacaq, deyirlər ki, yenə təbrik edəndə. Ancaq bir daha deyirəm, xahiş edirəm, kim sözləməsi bizə şey öyrəsin. Arif bəy, buyur. Seni de bastı kimi yüzeyim, ben kısmetinden dolaşıyorum. Talib'e kadar ben olursa olursa ben Talib'e öyle razı olmam. Bana ruhuma lezzet verir. Sufi felsefesi verir. Ben karakterim terbiyeden göz sufi. O yüzden bu işler bu kanaatı. Söze başlamamışlar. Sərdar Bayın təbrikini çatdırmaq istəyirəm burada. O mənə özəl gəldi, Türkiyədən burada da işləşilə bilməklə görə təəssüfləndiyini bildirdi və təbriklərini çatdırmağa bağış elədi. Mən onu məmnuniyyətlə təbrikini çatdırmaq sizə, burada oturanların hamısına, çünki burada oturanların hamısını mən zamanların ailə özgürlüyatını hesab edirəm. Və onun məsləhət yoldaşlarını, bizlərin də timsalında mən deməli Arif bəylə həmşərisini çiğnə səngərlərdə vuruşan, vətənin ən ağır günlərində gecəni gündüzə qatan, döyüşən, canlarını belə yolda ifadə edən bugünkü yığınlarımızda onun cəbhədaşları, səngərdaşları əyləşir və soyuqda dönmüş tarix kitabının ən gizli məqamlarından biri də o səngərdə döyüşən dostlarına olan gizli sətraltı xitabətən müraciətidir. Onları bir daha gələcəyə səsləyir, onları bir daha hələ də öz missiyalarını yerinə yetirməmiş kimi görür. Və bu mənada doğrudan da həmişə söhbətlərində qeyd edir ki, nə qədər millətimizin, xalqımızın bütöv Azərbaycan böyük türk dünyası problemi qarşılarsa, bu vətənpərvər insanlar, zəngavərlər heç zaman sakit dayanmamalıdır, dayanmağa bir növ axtaqlar yoxdur. Bu mənada uzun illər Arif bəylə bir yerdə vuruşan, onlara rəhbərlik edən,
onlara düz yol gösteren ve nihayet ki onların əqidələrinin gerçəkləşməsində çox böyük yol olan Fərəz bəy burada iştirak edir. Bəli başkan bu işin təşkilinə görə bir daha ona minnətdaram və Arif bəyin eğer bu yazılarına fikir verirseniz orada bir ifade var. Deyir ki, Fərəz bəyə xitaben deyir ki, sağ ol ki, bizə vətəni sevməyi öyrətdi. Və Fərəz bəy həmin dostlarına, yoldaşlarına vətən sevməyi öyrədirsə, onlar da yüzlərlə, onlarla övladları vətənsevər kimi yetişdirməyə nail olurdu. Bu mənada istəyirəm ki, Fərəz bəy öz xatirələrini bir dost kimi, bir silahdaş kimi gördüklərini bizlərlə bölüşürsün. Sen burada ulusal bir çıkışının vatanına dair yürürlü bir dakika çıkışını. Her birimizi bundan başka çözümler, bundan başka şey çözümler. Aslında bütün insanlar sırasında mühim şərəflərdə mən kiməm suallarını cavabını tapdılar. Özü üçün. Hem de çağırdaki adamlar da sen kimsən suallarını cavabını tapdılar. Arif Bey o situasyonlarda özünü təsdiq edən və mən kiməm sualının cavabını tapdı və cəmiyyətə də o kimdir sualını kimi cavabını təqdim edir. Əvvəldə igidlərə adi əməklərinə görə verərlər. Dədə Qorqu filmində Qazax qanat vermə mərasimi xatırlayır. Bir əməldən sonra adını qanat verərlər. O situasiyalarda vətənin döyüşçü istədiyi situasiyalarda, vətəndaş istədiyi, qanını, canını, əməyini orada. Kitabda xeyr burada yoxdur, onları yazacaqsınız. Kim ki düşünürsə, burada çox şey yazılır, az şey yazılır. Bu insanların qədrini bilin. Bu insanlar bu müstəqilliyi doğan kişidir. Biz soyuq ərazini götürəndə ki orada Avqustda da qar, o dekabr 17-sində biz ona götürdük. Ona bir vaxtlar ermənilərə verilmiş ərazini faktik olarak biz Ermənistandan ilk dəfə ərazi tutan adamlardır. Oraya Ermənistan ərazisi. Rus hərbi hissəsi orada geçmişdir. Bu adamların möhtəşəm qələbələrini saymakla tutarmaz. Ama bunların hamısını yazmak lazım. Tarihi Arif Bey kitabında yazır. Türk tarih yaradır, tarihi yazır. Yazmak lazım. Yazmadan da biyografiya olabilirler. O biyografiya ona göre yazmasa ki, o insanların ona ihtiyacı yoktur ki. Arif Bey dünyasını değişir ki. Onun fizikal mənada ona ihtiyacı yoktur. O millete bir yol gösterir. Ki böyle yaşamak lazım. O adam yanında kalır ki millete hizmet edeyim, örnek verir, ayak gösterir. Ona göre orada olmaklar yaradır. Ona göre insanları çağırış edir. Serdar Bey, Musa Bey, Həmzə Bey, Sərət qoşunlarında ilk zabitlərimiz idi. Heç bir təhsil olmadan uç vəzifədən keçirən sənətçilərimiz də oldular. Azərbaycanın ilk sərhəd komisarlardır, komandanlardır. Başlarında bir şey bilirsiniz mi? Bilmirsiniz. Yazın. Oyun millət bilsin, tanısın, sizin kimi olsunlar. Siz milletin örnek şəhərsiniz. Mən fəxr edirəm ki, sizin kimi dostlarım var. Döyüş yoldaşlarım var. Bu milletin azadlığında xidmətlərimiz var, xidmətlərimiz var. Bugün biz Arif Bey burada anmaqla müstəqilliyə və ərazi bütünlüyünün ağır yolu bir daha yapasınız. Bir daha bu müstəqilliyi qorumaq, bu dövləti qorumaq üçün səfərbər olmağı düşünür. Bu insanlar bu dövləti Milli Azadlıq Hərəkatında, meydanlarda Rus yolundan qurtaran kişilərdir. O meydanlarda çarpışan kişilər, mənlə bərabər çeyizçili olan kişilər burada otururlar, burada oynayanlar vardı. Milli Azadlıq Hərəkatında Rus imperiyasına meydan okuyan kişilər, sonra bu dövləti qurub, onu qurtaran, xilas edən və qoruyan kişilər. Sizin həyat yolunuz artık sizin değil, bu tarih artık Azerbaycan'ın tarihidir. Su içenin, yol gidenin dediler. Siz bu tarihi yarattınız ve size bir de yazmanızı xahiş ettim. Ben tabii hisslerine karşı burada çok danışacağım. Danışmadığım xeyli meseleler var danışacağım. Ama ihtiyaç görmürəm. Biz hadisələrin çok hissəsini bir yerde yaşamışız. Çiğ-çiğ davalardan geçmişik. Benim əqidə qardaşlarım, benim biyoloji doğumlarımdan mənə 100 dəfə baxırlar.
Mənim geoloji qohumlarımdan bəlkə heç biri mənə canını fəda verməzdi. Amma Arif bəy mən dəfələrlə döyüş epizodları oldu ki, biz Azaz Aslanasını götürəndə Rus sərhədçisi məni gündələmək istəyən, avtomatla gündələmək istəyən Arif bəy sinəsini qabağa veribdi və təsadüf nəticəsində o zatvorun bağlı olmuşlar tabii ki. Amma Arifin təşkilləşdiyi tanınmaqda orada Cəbrayıl və onların başqa dostlarının işlər şehirlərlə ediblərlər. Canını mənə düşünmədən qurban verməyə başladı. Bir bölüm çalışdım, açıq sizə deyim. Burada mən onun qalmasını xahiş elədim. O sırf mənim biraz deyək belə. Orada başqa bir hərəkət olmuş deyil. Məndə biz atanda Arif bəy yenə həmin anda da pulemiyet qabağına özünü atmışdı ki, mənə güvənir. Söhbət məni qorumaqdan getmirdi. Əqidəsiz, komandası, döyüş yoldaşı, əməliyyatı oldu. Bu da əməliyyat pozulmamalıydı. Sonra gedəndə qabaqda Müdürət bəylər Azərbaycana qədər bu qarı sinələri ilə yara edildilər. 17 kilometr yol səhər saat 9-da çıxıb, axşam saat 9-da qədər 12 saat yol getdilər. Bəlkə oxşaması doğru olmayacaq. Hətta Rusların itləri və yuvalarından bayrağı çıxmamışdı. Zatvorlar dolurdu. Burada hərbisimiz bizim polkovnik iştirak edir, polkovnik Rasim Əliyev. Yağın, silah yağı dolmamalı, orada silahlar belə dolmuşdur. Cəbrayıl bəy 3 dəfərlə oraya daxil oldular, içəridə Rusları təşkil edirlər. Bunlar möhtəşəm hadisələrdir. Bu Rus imperiyasının gözünü yummaq deyil, ayın 24-də bizdən bir həftə sonra həmin yer ermənilərə təhvil verməliydi. Ermənilər Xarxatdan yollar çəkildilər, gördüyünüz təpiyə qədər yollar çəkildilər. Çünki yol Ordubaddan getdiyinə görə onlar alternativ yol çəkildilər. Əgər oraya yol çəkilsəydi, o zirvədən Merli, Qafqan, Gorus, bütün Naxçıvan həll çəkildi. Naxçıvan istədikləri kimi boşaltmaq imkanları yaranır. Siz bu qəhrəmanlığı eləmişsiniz. Mənim burada xidmətim sadəcə əlaqələndiyiniz kimi sizlərə bəzi məsləhətlər vermişəm. Mən də tək qalmayın, 5 olsun deyə sizə qoşulub, siz mən döyüşlərə getmişəm, bu qədər olur. Siz bu əsərlərin qəhrəmanları. Arif bəydən ikisi çox ağırdır. Allah rəhmət eləsin. Xatirələrin bir qismini, bir nüansını səhvlə bölüşdürür. Ancaq yüksək tribünlərdən, yüksək kürsülərdən millətin, xalqının şərəfini müdafiə elədiyi zaman həmişə yüksək səslə öz fikirlərinizi ifadə eləmişsiniz. Bugün o gözəl xatirələr sizdə bu tribuna kürsü qarşısında kövrətdir. Arif bəylə mən də son vaxtlar münasibətli olurdu, söz-söhbət, keçmişlərdən danışırdım. Təbii ki, həm də müəyyən mənada fiziki sağlamlıq barədə söhbət edirdik. Bir gün dedim ki, Arif bəy, bəlkə bir balaca tələsməyəsiniz. Çünki bu yazıları yazdıqsa, o şəraitə özünü salırsan, ağlayırsan, olmaz, müalicən ola bilər, təsir göstərə bilər. Ona görə də biraz səbr eləmək lazımdır. İnşallah sonra tamamlayarsan. Mən dedi ki, müəllim, yox, tərsinə, mən o dövrü, o zamanı onları yazdıqca, o hissləri keçirdikcə yüngülləşirəm biraz. Yüngülləşirəm ona görə ki, özüm yaxşı hiss edirəm. Ona görə ki, fikirləşirəm ki, heç olmasa